Salam əziz tələbələr. Mən master nömrə 1 tədris mərkəzli məntiq müəllimi Nadir Feyzulayev. Bu gün sizinlə kursumuzda keçirilmiş olan ümumi sınaq imtahanı 5-in məntiq fənni üzrə olan suallarına baxacaq. Vaxt itirmədən suallara keçək. 46-cı sualdan başlayırıq. Sual işarəsinin yerinə uyğun gələn variantı müəyyən edin. Baxın, biz verilən hissələrə diqqət eləsək, burada artıq biz qüvvətlərlə işləyəcəyik və fiqurun daxilində dayanan elementlərin durduğu mövqelərdən də istifadə edəcəyik. Məsələn, burada baxıram ki, baxın, plus digər plus ikinci mərtəbədə dayanır və cavabda 4 alınıb. Biz bunu 2 üstü 2 ilə 4 ala bilərik. Deməli, plus 2-ni göstərir. İkinci sırada dayanmağı isə, yəni 2 üstü 2-ni nümayiş etdirir bizə. Cavab edir 2 üstü 2, 4. Burada məsələn 27 necə alınıb? 27 3 üstü 3-dür. Yəni x 3-ü göstərir. Buradakı x də 3-cü mərtəbədədir. Yəni 3 üstü 3. 27 cavabını alarıq. 256. Deməli, dairə 4-ü göstərir və dairə də 4-də dayandığına görə 4 üstü 4, 256-nı alırıq. Digərində isə dairə içində xəttlər 5-i göstərilmiş ki, 5 üstü 5 bizə 3125 verir. Baxın, durduğu mövqedə onun üstün göstərir. Yəni qüvvəti. Aşağıda bir dənə nümunə verilib. Baxın, nümunə də qeyd edib ki, baxın, dediyək qoşa dairə 4-ə bərabərdir. 4 üstü 4 bölünsün. Plus 2-ni göstərirdi, 2 üstü 2. Çıxılsın. Burada da 4 üstü 4 bölünsün. Dediyək plus 2-ni göstərir. X da 3-ü göstərir. Yəni 3-cü mərtəbədə 2 üstü 3. Yəni 4 üstü 4 bölünsün 2 üstü 2 çıxılsın. 4 üstü 4 bölünsün 2 üstü 3 bərabərdir. 4 üstü 4 bölünsün 2 üstü 3-ə. Yəni bu bərabərliyi bizə verib hesablasaq da bunun düz olduğu qənaətinə gəlirik. İndi gəlib aşağıdakı ifadəni hesablasaq görə bizə nə verəcək? Gəlin hesablayaq. Baxın, plus dedik ki, 2-ni göstərir. Digər dairəsi 5-ci mərtəbədədir və içində xətt var, 5-i göstərir. 2 üstü 5 bölünsün. 2 üstü 2 çıxılsın. Baxın, dairə içində 2 dənə xətt yuxarıda qeyd eləmişdik biz. Baxın, 5-i göstərir. Qeyd elədim 5. 4-cü mərtəbədə dayanan qoşa dairə isə 4-ü göstərir, 5 üstü 4. Bölünsün. 5 üstü 3-ə. Buradan 2 üstü 5, 2 üstü 2-yə bölünə qalır 2 üstü 3, yəni 8. Çıxılsın. 5 üstü 4-ə 5 üstü 3-ə bölünə qalır elə 5 üstü 1, yəni 1. Bu da cavab bizə verir 3. Variantlara baxıb hesablayacağım. Görüm hansı bizə cavab olaraq 3-ü verəcək. A-ya baxıram. X 3-ü göstərirdi və 5-ci mərtəbədə 3 üstü 5 bölünsün. X 3-ü göstərirdi, plus 2, yəni 3 üstü 2. Bu bizə 3 üstü 3, 27 verir, səhvdir. Bizə 3 lazımdır. B-yə baxıram. X3, X3 və 3-cü mərtəbədədir. 3 üstü 3, 27 bölünsün. 3 üstü 2, yəni 9, cavab eləyəcək 3, ödəyəcək. Deməli, doğru cavabımız nəymiş? B variantı. Всё. Fiqurların ifadə etdiyi ədədlərdən və durduğu mövqelərdən istifadə edərək sualı cavablandırdıq. Keçirəm 47-ci suala. 47-ci sualda A, 6, 8, D, Y ədədi 3-ə qalıqsız bölünürsə, A plus D plus Y cəminə uyğun olan ədədlərin kodlarını seçin. Baxın, biz ilk öncə bilməliyik ki, 3-ə bölünmə əlaməti nədir? Rəqəmlərinin cəmi 3-ə bölünən ədəd 3-ə bölünür. Mən burada baxıram ki, demək bu 5 dənə rəqəmin cəmi 3-ə bölünməlidir. 6 ilə 8 14-dür. Gəlin baxaq görə 14-ün üstünə hansı rəqəmləri gəlsək cəmi 3-ə qalıqsız bölünəcək. Yəni bizə 3-ün cəmini istəyirək opşilikdə. Məsələn, kod 1-də 9 yazıb. Bu üçünün cəmi 9 olsa 14 plus 9 23 edir. 23 3-ə bölünmür axı. Deməli bu ödəmir. Birinci nottum getdi. 2-yə baxıram. 19. 14-ün üstünə bu üçünün cəmini 19 gəlsəm 33 edir. 3-ə bölündüyünə görə 2-ni götürdüm. 3-ə baxıram. 14 plus 15. 29 edir. 3-ə bölünmədiyinə görə atıram gedir. 4-də 14 plus 8 var. 22 edir. 3-ə bölünmür axı 22. Deməli 4 də səhvdir, atdım getdi. 5-də 17 verilib. Üstünə 17 gəlsəm, eləyər 31. 31 də 3-ə bölünmür, atdım getdi. Üstünə 4 gəlsəm, baxın, 14-ün üstünə 4 gəlsəm 18 edir, o da 3-ə bölünür axı. Deməli 6-cını götürə bilərəm, 6-nı götürdüm. Yəni bu üçünün cəmi 4 ola bilər ki, o cəmi bizə 18 versin. Keçirəm 7-ni yoxlayıram.
21 verilib. 14 plus 21 35 edir. 3-ə bölünmür. Attım getdi. 8-i yoxlasam 14 plus 16 30 verir. 3-ə bölündüyünə görə bunu götürürəm. 9-a baxıram 23 verib. 14-ün üstünə 23 gələndə 37 edir. 3-ə bölünmür. Bunu da atıram gedir. Deməli ödəyənlər oldu. 2, 6 və 8 cavab oldu. C variantı. Bitdi getdi. Keçir növbəti suala. 48. Qanuna uyğun müəyyən edin və sual vəzinə uyğun olan variantı seçin. Ardıcıllıqlara aid bir nümunədir və diqqətlə baxsaydınız, burada söhbət mürəkkəb ardıcıllıqdan gedir. Yəni 2 il baxacaqdıq. 1-dən suala, sualdan 5-ə, 5-dən 7-yə, 7-dən 9-a. Diqqətlə baxanda görürük ki, 2 vahid artım var. Yəni bura 3 olmalıdır ki, 1, 3, 5, 7, 9 olaraq getsin. Digərdə 4-dən 7-yə 3 artdı, 7-dən 10-a 3 artdı, 10-dan 13-ə 3 artdı, bu şəkildə gedəcəkdir. Deməli, sual 20-də oldu 3, doğru cavab oldu D variantı. Keçirəm 49-cu suala. Aşağıdakı sırada do notundan sağda yazılmış ilk notdan, baxın, do'dan sağda yazılmış ilk notdan, yəni re'dən, sağda yazılmış 5-ci notla, re'dən sağda yazılmış 5-ci not sayıram. 1, 2, 3, 4, 5, yəni si. Arasında 2 not olan notdan, si ilə arasında 2 not olan not fa'dır. Baxın, arasında 2 dənə not düşdü. Gəldim fa'nın üstünə. 2 not olan, yəni fa'dan solda yazılmış birinci not olacaqdı mi? Doğru cavab olur C variantı. Yoxduqca baxın, hissələri diqqət edib analiz eləsəm, doğru cavabı rahatlıqla çıxarda bilirəm. Sonra baxaq. 50-ci suala keçirək. Qanuna uyğun müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Burada diqqətlə baxsaydınız, məsələn 2 ilə 0-dan 1 necə alınır? 2 üstü 0 bizə 1 verir. 0 üstü 2 0. 2 üstü 5 32. 7 üstü 3 343. Burada da A üstü 5 bizə 243 verirsə, 243 də 3 üstü 5-ə bərabərdir. Yəni A-nın yerində dayanacaqdır. 3 doğru cavab olacaqdır. B variantı. Keçirik növbəti 51-ci sualımıza. 51-ci sual fiqurədə də əlaqələrlə bağlı test tapşırığımızdır. Biz burada ilk olaraq hər bir hərfin olduğu fiqurun tərəf sayının və getdiyi istiqamətlərdəki fiqurun tərəf sayını qeyd edirəm. Sən baxıram A-nın 6 tərəfi var. Bir qolu gedir Y-yə, yəni 2 tərəfliyə. Bir qol gedir C-yə, yəni 8 tərəfliyə. Bir qol da gedir D-yə, yəni 4 tərəfliyə qeyd edelim. Sən gəlin, bax, D-ni də qeyd edək. Özünün 4 tərəfi var. Qolları gedir A-ya, yəni 6-ya. Bir qol da gedir B-yə, yəni 5-ə. B-nin özünün 5 tərəfi var. Qolları gedir D-yə, yəni 4-ə. Bir də gedir Y-yə, yəni 3-ə. Y-nin özünün 3 tərəfi var. Qolları gedir A-ya, yəni 6-ya. C-yə, yəni 8-ə. Bir də B-yə, yəni 5-ə. C-nin özünün isə 8 tərəfi var. Qolları 6-ya, yəni A-ya və Y-yə, yəni 3-ə gedir. Biz burada demişdik ki, əsasən getdiyi istiqamətlərdən çıxan xəttlərin sayına diqqət edir. Yəni öz tərəf sayına ehtiyac olsa müraciət edə bilərəm, ehtiyac olmasa müraciət eləməyəcəm. Burada öz tərəf sayına baxmırdıq. Məsələn, A-nı biz 45 necə alırıq? Və getdiyi qolları toplayıram. 3, 8, 4. Edir 15. 15-i vurur 3-ə alır 45. Bəs bu 3 hardan çıxdı? Baxın, A-dan 3 dənə qol çıxırdı axı. Ona görə vurdu 3-ə. Məsələn, B-miz 14-dür. Getdiyi qollar, yəni 4 ilə 3 toplayıram 7. 2 dənə qol çıxır. Vururam 2 edir 14. C-miz 18 necə oldu? 6 ilə 3 topladım 9. 2 dənə qol çıxırdı. 9 vurdum 2, 18. D-ni də tapanda getdiyi qolları 6 ilə 5 toplayacağım 11. Vuracağım 2 dənə qol çıxır 2-yə. Eləyəcək 22. Doğru cavab olacaq A variantı.
Bu şəkildə 51-ci sualda həll edə bilərdik. Keçirik növbəti sualımıza. 52-ci sualda verilmiş sözlər cütü arasında məntiqi əlaqəyə görə natamam cütü tamamlayın. Zəlzələ tektonik prosesdir, ilğim da optik. Cavab olacaqdı Y variantı. Bu analogiyaya baxın, fərqli terminlər çıxdıqca çalışın, yadda saxlayın, çünki qəbul imtahanında bildiyimiz kimi çətin terminlər istifadə olunur. 53-cü suala baxırıq. Deyir ki, Eltac özünün nəsil ağacına baxır. Burada ancaq kişilərin adları qeyd olunur. Ox işarəsinin istiqaməti atadan oğula doğru yönəlib. Eltacın atasının, babasının qardaşı oğlunu necə adlandırmaq olar? Gəlin, baxaq. Burada nəyə diqqət edirəm? Bizə demir, ox işarəsinin istiqaməti atadan oğula doğru yönəlib. Yəni, tam bax, Nicatdan ox gedir Mustafaya. Deməli, Nicatın oğlu Mustafadır. Mustafanın məsələn oxu gedir biri Səmədə, biri də Zaura. Deməli, Səmədlə Zaurun atası Mustafadır. Yəni, bax, ox hara gedirsə atadan oğlu doğru yönəlibsə. Bizə nə deyir? Söhbət gedir Eltacdan. Eltacın atasının. İlk olaraq baxıram. Eltacı ox gəlib Rəsuldan. Deməli, Eltacın atası Rəsuldur. Atasının babasının. İndi biz Rəsulun babasını tapmalıyıq. Rəsul özü görürəm ki, Zarın oğludur. Çünki ox Zardan gəlib. Zar özü də Mustafanın oğlu. Çünki ox Mustafadan gəlib. Deməli, Mustafa olur Rəsulun babası. İndi bizə lazımdır ki, bu babanın qardaşı oğlunu necə adlandırmaq olar? Mustafanın da qardaşını tapmaqdan ötürü Mustafa öz baxıram ki, Nicatın oğludur. Nicatdan da 2 dənə ox çıxırdı axı. Biri Mustafaya gedirdi, biri Yusifə. Deməli, Yusiflə Mustafa ikisi də Nicatın oğludursa, Mustafanın qardaşı olur Yusif. Yusifin də oğlu baxıram gedir Fəridə. Doğru cavab olacaqdı Fərid. D variantı. Deməli, Eltacın atasının, yəni Rəsulun babası oldu Mustafa. Mustafanın qardaşı oldu Yusif. Yusifin də oğlu oldu Fərid. Doğru cavab oldu D variantı. Keçək növbəti test tapşırığımıza. 54. A. Gəl verilmiş fiqurları ardıcıllığını tamamlayaq. İstədiyimiz bir istiqamətdən başlayaq. Məsələn, baxıram ağız səsinə. Görürəm ki, gülür, kədərlidir, stabildir. Gülür, güləndən sonra qəmgin olmalıdır. Yəni, belə dayanmalıdır, kədərli dayanmalıdır. Buna əsasən C getdi. A getdi, qaldım B, D, Y-nin arasında. Ayaqlarını bir dənə baxaq, ayaqlarını rahat görmək olur. Bax, uzun ayaq sola tərəfdir, sağa tərəfdir, sola tərəfdir, sağa tərəfdir. İndi sola tərəf olmalıdır. B-də ödəyir, Y-də ödəyir. D-ni də atdım getdi. İndi isə qollarına baxsa, baxın, qollarında nə baş verir? Bax, birdən 2-yə keçəndə sol qolu qaldırdı yuxarı. Sonra sol qolu olduğu kimi saxladı, sonra saldı aşağı. Bax, sağ qola baxıram indi də. Sağ qol olduğu kimi qalıb. Düşdü aşağı. Olduğu kimi qaldı. İndi nə etməlidir? Sağa doğru yönəlməlidir. Niyə görə? Çünki bax, sol qol necə getdi? Mövqeyini dəyişdi. Olduğu kimi qaldı, mövqeyini dəyişdi. İndi bax, mövqeyin dəyiş. Olduğu kimi saxla, mövqeyin dəyiş, olduğu kimi saxla. Sol qol olduğu kimi qaldı. Sağ qol olduğu kimi qaldı, mövqeyin dəyişdi. Olduğu kimi qaldı, mövqeyin dəyişməlidir. Və əks istiqamətdə aşağı çökübsə yuxarı qalxmalıdır. Yəni bax, belə dayanmalıdır, düz formada. Cavab olacaqdı Y variantı. Bir vaid yuxarı aşağı izləsək, doğru cavabı çıxarda bilirdik. Cavab oldu Y variantı. Keçək növbəti test tapşırığımıza. 55-ci sual. Hərflərin sırası pozulmuş 5 sözdən 4 arasında məntiqi əlaqə var. Hərflərin sırasını düzəldərək fərqli sözü tapın. A-da olacaq oftalmoloq. B-də uroloq. B-də
Hepatolog. Y-də kardioloq. C-də isə meteoroloq. Meteoroloq yazdım. Ha, всё. Baxın, burada fərqli. Hamısı oftalmoloqdur, uroloqdur, hepatoloqdur, kardioloqdur. Hamısı tibblə bağlı. Yəni bildiyimiz həkim ixtisaslardır. Ona görə burada C, yəni meteoroloq fərqlənəcəkdir. İkinci növbə test tapşırığımıza baxırıq 56-cı suala. Verilən sözlər cüt arasındakı məntiqi əlaqəyə əsaslanaraq analogiyaya görə sual əvəzinə uyğun olanı seçin. Cəsurluq, qorxaqlıq. Əks mənalı sözlərdir. İndi bolluğun əksi olacaq, qıtlıq. Doğru cavab olacaq D variantı. İkinci növbəti sualımıza. 57-ci test tapşırığında. Deyir ki, Nadir öz elektron kabinetinə daxil olmaq istəyir. Amma parolunu unudub. Onun yadındadır ki, parol 4 rəqəmdən ibarət olmalıdır. Bütün rəqəmlər müxtəlifdir və 0 yalnız birinci rəqəm ola bilər. Nadir paroldakı hər hansısa bir rəqəmin özünü və rəqəmlər arasındakı yerini düzgün tapırsa, onda monitorda həmin rəqəm yerində Y hərfi yazılır. Yəni Y yazılıbsa, deməli həmin rəqəm də düzdür, mövqe də düzdür. Əgər o paroldakı rəqəmi düzgün tapıb, onun sıradakı yerini səhv salırsa, onda N hərfi yazılır. Yəni rəqəm düzdür, sırası səhvçi N yazılır. Onun yazdığı rəqəm parolunda olmayan isə monitorda X yazılır. Beləliklə öz parolunu tapmaq üçün Nadir 4 cəhd etdi və müvafiq olaraq aşağıdakı hərflər alındı. Gəl Nadirin parolunu müəyyən edək. Baxın, burada ən rahat sondan başlasa, cavabı çox rahat tapa bilərdi. Məsələn, 0, 5, 6, 7-yə X, Y, N, X yazıb. 6, 5, 8, 1-ə N, Y, X, X yazıb. 3, 5, 4, 6-ya X, Y, N, Y yazıb. 4, 5, 9, 6-ya Y, Y, X, Y yazıb. Yəni 3 dənə Y var. Və biz də bilirik ki, Y nəyə göstərir? Yəni rəqəmin də düz olduğu, mövqeyin də düz olduğunu göstərir. Deməli bizim birinci rəqəmimiz 4-dür. İkinci rəqəmimiz 5-dir. 9-un yerində X dayanır. Deməli buradakı rəqəm dəyişməlidir. 6-nın yerində Y, deməli sonla dişim yoxdur. Sonda da 6 gəlməlidir. Buna əsasən bir dənə baxın Y-ni atıram gedir. Qaldım 4 variantın arasında. Sən A-da 7 yazıb, gəlin 7-yə baxaq. 7 baxın birinci hissədə var və 7-yə X verilib. Deməli həmin rəqəm ola bilməz. A-nı atdım 7. B-yə baxıram. Nöqtənin yerinə 2 verilib. B ilə işim yoxdur. C-yə baxıram. Nöqtənin yerinə 8 verilib. Baxın 8 burada var və mövqeyində X verilib. Deməli həmin rəqəm istifadə olunmuyor. D-də də nöqtənin yerinə 3 verilib. 3 baxın burada var, mövqeyində X verilib. Deməli burada da 3 istifadə olunmayacaq çünki X verilib. Atdım 7. Doğru cavab qaldı B variantı. Yəni 2 rəqəmi bura yerləşə bilərdi. Doğru cavab oldu B. Yəni 8-ci suala baxırıq. Evdən saat 12:13-də çıxmalı olan adam dəqiq işləyən saatına güzgüdən baxanda şəkildəki vəziyyəti görür. Hansı cavab variantında həmin adamın evdən çıxana kimi qalan vaxtı dəqiqələrlə doğru göstərilmişdir? Baxın, güzgüdən baxanda şəkildəki vəziyyəti görürsə, gəlin biz buna güzgü əksi verək. Elə gəl öz üzərində baxın. Tam mərkəzə bir dənə güzgü çəksəm. Gəlin saatın əqrəblərini qeyd edək. Birinci əqrəbə baxıram. Buna güzgü əks verəndə birinci əqrəb gəlib dayanacaq. Baxın burada. Mövqe. Keçək rəngi dəyişək. İkinci əqrəbə güzgü əks verək. Baxın, buna da güzgü əks verəndə gəlib baxın dayanacaq burada. Bu mövqedə təxminən dayanacaq. Düzdürmü? Və bunu qeyd elədim. İndi burada biz diqqət edirik. Saat neçə olurdu? Baxın, bunlara diqqət eləyin. Hal-hazırda bax, güzgü əks verəndən sonra 11-ə işləyib təxminən 17 dəqiqə. Yəni saat hal-hazırda 10, 17-dir.
Yəni, çünki baxın, ikisinin arasındadırsa, yəni ya 2, ya 3 dəqiqə məsafə var burdan bura. Təxminən 10-17 götürdü. İndi diqqətlə baxsaz, deyə bilərsiniz, niyə görə 10-18 götürmədik? Məsələn deyirəm. Ondan sonra cavablara baxan kimi də tam cavabı çıxarda bilirdik. 10-17 götürsəm, 12-13 də çıxma olan vaxtıdır. 10-17-dən 12-13-ə kimi olan vaxt nə qədərdir? Baxın, 43 dəqiqə buradan qalıb. 1 saat arada var. 60 o da 43. Eləyir 103. Sən 13 dəqiqəni gələndə 116 dəqiqə cavabını almış olarım. Doğru cavab olacaq C variantı. Yəni durdu mövqeyə əsasən baxırdım, arada dayanıb gəlib qeyd elədim. Həmin ara mövqeyində 10-17. Baxın güzgə verəndən sonra qeyd edəndən sonra doğru cavab çıxdı. C variantı 116. Keçək növbəti test tapşırığımıza. Növbəti test tapşırığımıza davam edirik. 59-cu sual mətnin məntiqi təliminə aid bir test tapşırığımızdır. Gəlin bir dənə Word fayl açaq, qeydlərimizi rahatına aparaq. Aha. Başda sual oxumağa. Deyir ki, mexaniki, gözləyin, mexaniki, kimyəvi, fiziki, bioloji və psixoloji səbəbindən xəstələnən 8 nəfəri terapevt və ya cərrah müayinə edərək 2, 3, 4, 5, 8, 10 və 11-ci palatlara yerləşdirirlər. Bax, bir səbəblər var. Bir palatalar var. Bir də həkim var, terapevt və cərrah. Gəl verilənlərdən biri kənardan qeyd eləyək. Məsələn, baxın, gəlirəm. Palatalar kənardan yazıram. İkinci palata. Gözüm biraz aralayacaq. 2, 3, 4, 5, 8, 10 və 11. 5, 10 və 11. Kənardan yazıram. Bir səbəbləri, yəni hansı səbəbdən görə yatdıqları səbəb. Bir də onları yerləşdirən terapevt yoxsa cərrah deyən həkim. Gəlin cümlələri oxuyaq. 5 nömrəli palatada kimyəvi səbəbdən xəstəlik tapan terapevt tərəfindən yerləşdirilib. 5 nömrəli palatada kimyəvi səbəbdən xəstəlik tapan terapevt tərəfindən yerləşdirilib. Terapevt. Ən kiçik və ən böyük nömrəli palatalara terapevt mexanik və psixogen səbəbdən xəstəlik tapanları yerləşdirib. Ən kiçik, ən böyük deyirsə, deməli ikinci palataya da terapevt yerləşdirib. 11-ci palataya da terapevt yerləşdirib. Və səbəb nədir? Mexaniki və psixogen. Amma hansı mexaniki, hansı psixogen onu deyə bilmirəm. Mexaniki, psixogen. Mexaniki, psixogen. Qeyd elədim. Sonraki cümlə. 4-cü palataya hər iki həkim xəstə yerləşdirib. 4-cü palataya həm terapevt xəstə yerləşdirib, həm də cərrah xəstə yerləşdirib. Və bu xəstələrdən biri mexaniki səbəbdən xəstələnib. Xəstələrdən birinin səbəbi mexaniki səbəbdir. Amma digər hər iki deyəni ilə bilmirəm, ona yeni nöqtə qoyuram. Cərrah 4 xəstəsindən yalnız mexaniki səbəbdən xəstəlik tapanını tək nömrəli palataya yerləşdirib. Deməli, baxın, cərrah 4 dənə xəstə yerləşdirməlidir. Birin 4-cü palata yerləşdiribsə, yerdə baxılmaz 3 dənə boşda palata qalıb. Deməli, hər üçünə cərrah xəstə yerləşdirməlidir. Baxın, hər üçünə. Qeyd elədim. Və yalnız mexaniki səbəbdən xəstəlik tapan tək nömrəli palatadadır. Baxıram, buradan olsa bir dənə tək nömrəli palata 3-dürsə, gəlirəm, mexanikini yazıram 3-ə. Qeyd elədim. Kimyəvi səbəbdən xəstəlik tapan ikinci xəstə isə 8-ci palataya yerləşdirilib. 8-ci palata yazıram kimyəvi. Bu da getdi. Baxın, bir dənə burada 10-cu palatanı təyin edilmədi ki, hansı səbəbdən gəliblər. Bir də 4-cü palatada 2 xəstə gəlməlidir. Hər iki həm terapevt, həm cərrah xəstə yerləşdirmişdi. İkinci xəstəni bilmədim.
Burada baxıram, mexaniki, kimya, fiziki, bioloji və psixogen. Fiziki və bioloji istifadə olmuyor. Deməli, hansısa fiziki, hansısa bioloji olmalıdır. Amma hansı deyə bilmirəm. Mətndəki məlumatlara görə hansı nəticələrə gəlmək olar? Bioloji səbəbdən xəstəlik tapan 10-cu palataya yerləşdirilib. Deyənmədir axı, 10-cu palataya bioloji də olar, fiziki də olar. Təyin edə bilmirik. 3 nömrəli palataya yerləşdirilən mexaniki səbəbdən xəstələnib. 3 nömrəli palataya bəli, mexaniki səbəbdən xəstələnib. 2-ni götürürəm. Fiziki səbəbdən xəstəlik tapan 4-cü palataya yerləşdirilib. Deyə bilmirəm. Biz fiziki ilə bioloji ilə təyin edə bilməyimizə görə hansı hara gedir onu bilmirik. 8 nömrəli palataya terapevt xəstə yerləşdirməyib. 8 nömrəli palatada bəli, xəstə yerləşdirən cərrah özüdür. 5. Bioloji səbəbdən xəstəlik tapanı cərrah yerləşdirib. Bilmirəm. Baxın. Bioloji 4-də ola bilər, 10-da ola bilər. Ola bilər ki, 4 olsun, onu terapevt yerləşdirsin. Ola bilər və yaxud 4 olsun, onu cərrah yerləşdirsin və yaxud da 10 olsun, onu cərrah yerləşdirsin. Amma tam dəqiq demirəm, ona görə atıram gedir. Psixologen səbəbindən xəstəlik tapanı cərrah yerləşdirməyib. Bəli, psixologen ya 2-ci palatadır, ya da 11-ci. Hansı olur olsun, onu terapevt yerləşdirib. Cavab 2, 4, 6, D variant. Bitdi, getdi. İndi keçət alaq növbəti test tapşırığımıza. 60-cı suala baxıraq. Deyil qrupun tələbələri oxu zalına aşağıda kimi getdilər. Bazar ertəsi 5, çərşənbə axşamı 6, çərşənbə 4, cümə axşamı 8, cümə günü 7 tələbə. Və heç bir tələbə oxu zalında 2 gün ardıcıl olmadı. Yəni, tutalım, birinci gün gedən tələbə, ikinci gün təzədən gedənməz, ardıcıl getməyib. Və yaxud ikinci gün gedən tələbə, üçüncü gün gedənməz, ardıcıl olmaz. Bizə deyir ki, qrupda ən az neçə tələbə ola bilər? Tələbələrin sayını ən az tələb edirsə, mən deməli gedən tələbələri yenidən oxu zalına getmiş kimi göstərməliyəm ki, tələbənin sayı ən az olsun, düzdürmü? Gəlin görə ən az hansı nəticəni çıxarda bilərim? İlk olaraq, bazar ertəsi günü 5 dənə tələbə gedib bu öz yerinə, yəni 5 dənə tələbəmiz artıq var. Üstə gəl. İkinci gün 6 tələbə gedibsə, biz dedik ardıcıl olmaz. Yəni, ikinci gün gedən bu 6 nəfər yeni tələbələr olmalı. Təkrar birinci gün gedənlərin heç biri ikinci gün gedə bilməz. 6 nəfər gəldi, oldu 11 nəfər. Üstə gəl. İndi baxın, çərşənbə günü 4 nəfər tələbə gedib oxu zalına. İkinci gün gedən tələbələr üçüncü gün gedənməz. Axı, birinci gün gedən tələbələr üçüncü gün gedə bilər. Bunda bir sıxıntı yoxdur, ardıcıl olmur axı. Ona görə bu 5 nəfər tələbədən 4-ü üçüncü gün getmiş kimi göstəririk. Yəni, 4-də təkrar eyni tələbələrdir. Bir nəfər tələbə burada qalır, o getməmiş olur. Onu da saxlayıram. Bura kimi ələk qeyd edim. 5, 6 ələk gedirəm. Cümə axşamı günü 8 nəfər tələbə oxu zalına gəlib. Üçüncü gün gələn tələbələr həmin bu 4 nəfər. Dördüncü gələ bilməz. Amma ikinci gün gələn bu 6 nəfər dördüncü gələ bilərək, onda heç bir istihtiyac yoxdur. Ona görə həmin 6 nəfəri götürdüm buradan. Geridə qaldı 2 nəfər. Və bir nəfər də baxın, bayaq qeyd etmişlər, bazar ertəsindən 5 nəfər gəlmişdi. Onun 4-ü 3-cü gün təzədən gəldi, bir nəfər qalmışdı. O bir nəfər deyəndə 4-cü gələ bilər, heç bir sıxıntı yoxdur. 6 nəfər ikinci gündən, bir nəfər də bazar ertəsi, yəni birinci gündən gələndə 7 nəfər tələbə eyni tələbə olur, yəni əvvəlki tələbələrdən. Axı, bir nəfər orada mütləq yeni tələbə olmalıdır. Ona görə o biri qeyd elədim. Üstə gəl. Cümə gündə 7 tələbə var. 4-cü gün qoşulan bu tələbələrin heç biri cümə günü qoşula bilməz. Həmçinin, baxın, burada bazar ertəsi günü qoşulanlardan 3-cü gündə qoşmuşdum. Bir nəfər qalmışdı, onu da 4-cü günə qoşmuşdum. Yəni, cümə gününə artıq gələ bilən ortaq tələbə sayı mən götürəcəm hardan? 3-cü gündəki çərşənbə günündən. Çünki hər dəfə neyinirdik? Bir yox, yəni, belə deyim də, dünən yox, sırağa gün olan tələbələr təkrar elətdirə bilirdim. Ona görə sırağa gün, yəni çərşənbə günü gələn bu 4 nəfər tələbəni 5-ci gün təzədən çağırsam, yerdə qalır 3 nəfər yeni tələbə. Həmin 3 nəfər də gələndə edir 15 nəfər tələbə. Deməli, qrupda ən az 15 nəfər tələbə ola bilər. Yəni, biz maksimum sayda, yəni birinci gün gələnləri ikinci gün çağıra bilmirdik, üçüncü gün yenidən çağırdıq. Üçüncü gün gələnləri dördüncü gün çağıra bilmirdik, ona görə ikinci gün gələnlərdən dördüncü günə çağırdıq. Sonra da üçüncü gündən gələnlərdən beşinci günə çağırdıq.
ortaq kəsişdirir və doğru cavabı 15 olaraq aldıq. Keçən növbət test tapşırığımıza. Birinci test tapşırığımızda verilən açılışa uyğun düzgün yığılış forması olan cavab variantını seçin. Biz bu fiquru başlayırıq yığmağa. Baxın, bu iki hissə birləşir, sonra bu hissə gəlib bura birləşir, bu hissə gəlib bura birləşir. Yəni, birləşmiş hissələr gəlib nömrələsəm, baxın, bura 1 desəm, bu 1 gəlib burada birləşir. Bura 2 desəm, gəlib bura ilə birləşir 2 olur. Sonra baxın, burada boşluq var onsuz da. Boşluq nəzərə almırıq, çünki bu fiquru yığırıq axı biz. Yığanda bu üçüncü hissə gəlir, baxın, bura düşür. Dördüncü hissə gəlir, bura düşür. Beşinci qara hissə də gəlir, ağa düşür. Bu nöqtəni də 6 kimi götürsək, demək ki, 1 buradan başladıq, hər bir hissə, baxın, bunlar bir birləşdi. Bu iki hissə bir birləşdi. Üçüncü hissə gəldi, bura birləşdi, çünki bura boşluqdur, yığanda bu itir. Dördüncü hissə gəldi, bura birləşdi. Beşinci hissə də gəldi, baxın, bura birləşdi. İndi düzgün yığılış formasını istəyirsə, biz bilirik ki, ardıcıllıq ödənməlidir. Məsələn, A-ya baxıram. A-da baxıram ki, qara üstü ağ olan hissədən başlayır. Qara üstündə ağ olan hissə 5-dir. 5-dən sonra 6 gəlib. 6-dan sonra da ağ üstündə boz hissə elə bir ümumiyyətlə birləşmir. A-nı atdım getdi. Əlaqə yoxdur. B-yə baxıram. Baxın. Başlanğıc olaraq qara 6 ağ. Baxın, 3-cü hissədən söhbət gedir. 3-cü hissə birləşməlidir ağ hissəyə. Burada boza birləş, bax, atdım getdi. C-yə baxıram. Ağ hissə birləşir nöqtəli hissəyə. Yəni, başlayıb 1 ilə. Sonra qara birləşməlidir ağa. Keçib 5-ə. Çünki qaranın ağa birləşdiyi nöqtə 5-dir. Sonra da 6-cı fiquru nöqtələrlə birləşdirib. Yerini səhv salıb, yəni C-ni atdım getdi. D-yə baxıram. Ağ üstü setkalar. Yəni 1 ilə başlayıb. Sağında 6 üstü qara. Problem yoxdur. Onun da sağında 5 gəlir. Yəni qara üstü ağ. Sıxıntı yoxdur. Ardıcıllıq da ödəndi. Heç bir istətdə yaramadı. Doğru cavab oldu. D variantı. Bitti, getdi. 62-də. Xəyali kəsilə bölməsinə aid test tapşırığıdır. 4 yerə qatlanmış vərəqdə kəsiklər edilib. Fikrən vərəqi açın və uyğun olan cavab variantını seçin. Biz bilirik ki, xəyali kəsilərdə vərəqi sondan əvvələ doğru aça-aça gedirdik. Yəni, ilk olaraq baxıram ki, vərəqi yardan yuxarı doğru qatlayıb. Sonra isə buradan ayırıb diaqonalvari formada yuxarıdan aşağı doğru çevirib. Deməli, mən sondan əvvələ doğru vərəqi açıramsa, ilk olaraq vərəqi bu formaya gətirməliyəm. Sonra da hər birisi öz əksini görməli təbii ki, burada. Kvadrat gəlir öz əksini görür. Ox gəlib öz əksini görməlidir. Ox da fırlanır, gəlir öz əksini, baxın, yuxarıda görür. Filus da gəlib öz əksini görür. Buna əsasən B səhvdir, B ümumiyyətlə duruş səhv idi. C-də oxun 2 dənə əksinə verib atdım getdi. D-də burada kvadratlar tamamlanmalı, səhvdə atdım getdi. Qaldım A-la Y-nin arasında. Sonra da bu fiquru aşağı doğru açanda, tam formaya gətirəndə hər bir hissə, baxın, formasına diqqət edin ki, hansı formaya düşəcək. Bu ox gözürsüz, güzgə tərəf baxırsa, bunun güzgə əksi də gəlib güzgə tərəf baxmalı. Baxın, baş-başa baxacaq. Həmçinin bu ox güzgə tərəf baxırsa, əksi də gəlib güzgə tərəf baxacaq. Sonra da piluslar da öz əksini görəcək, kvadrat da öz əksini görəcək. Doğru cavab olacaq A variant. Y-də sıxıntı var. Ox güzgəyə baxır, amma burada kənara baxır. Atdım getdi. Doğru cavab oldu A variantı. Siz də alırıq 63-cü test tapşırığımıza. 63-də. Açar operatorlar bölməsinə bir test tapşırığıdır. Baxıram, bizdən 2 dairə 3-ün cavabını istəyirsə, dairə operatorunu tapıram. Sol tərəfdə A-nın yerini 2 qoyuram. Sağ tərəfdə B-nin yerini 3 qoyuram. Başlayıram sual həll etməyə. 2 dairə 3 bərabərdir. 2 üçbucaq 3, üstə gəl 3A. A-mız 2-dirsə 3A-mız olacaq 3 vur 2, yəni 6. Bu da öz yerində. Eləcəklə problem 6 yazaq. Mən burada 2 üçbucaq 3-ün cavabını tapmalıyam. Düşürəm aşağı. 2 üçbucaq 3 bərabərdir. 2B, yəni 2 vurulsun 3. Çıxılsın 2 dairə 3. Üstə gəlinsin 4. Gəlin, bunun həll eləməyə çalışaq. Yazıram.
2 dairə 3 bərabər oldu. 2, 3 bucaq 3. Üstə gəlinsin 6-ya. Aşağıdan 2, 3 bucaq 3 bərabər oldu. 6 bu da 4. 10 çıxılsın 2 dairə 3-ə, düzdürmü? Всё. Tapdım. Gəlirəm yuxarıda 2, 3 bucaq 3-ün cavabını yerinə qoyub başlayıram sualı həll eləməyə. 2 dairə 3-ləri. Elə bax bunları 1x kimi götürsəm, rahat həll eləməkdən ötürü. Yazıram. X bərabərdir. 2, 3 bucaq 3-ün yerinə 10 çıxılsın x yazıram. Üstə gəlsin 6 da burada var. Buradan 2x bərabər 16 edir. X də bərabər olur 8. Doğru cavab oldu. D variantı. 64. Verilən sözlər cüt arasındakı məntiqi əlaqəyə görə natılan cütü tamamlayın. Burada gül biosfer bölməsinə aiddir. Qranit də litosfer bölməsi. Doğru cavab olacaqdır. B variantı. 65-də verilmiş hansı iki sözün hərflərinin hər birindən yalnız bir dəfə istifadə etməklə yeni söz yaratmaq olar. Yaradılan sözdəki hərflərin sayı istifadə edilən sözdəki hərflərin sayına bərabərdir. Burada diqqətlə baxsaydınız, biz birinci və 5-ci hissələri birləşdirsək, buradakı hərflərdən abonent söz yaranırdı. Ona görə doğru cavab olar 1, 5, B variantı, abonent. 66. Şəkili 1, 2, 3 ardıcıllığı ilə qatladıqda hansı fiqur alınır? Baxın, burada şəkili 1, 2, 3 ardıcılı ilə qatlamalıyam və qatlanmanı göstərdiyi formada, göstərdiyi istiqamətdə qatlamalıyam. Məsələn, ilk olaraq baxın, sıra ilə deyirsə, birinci qatlamadan başlayıram. Birinci görürsünüz, ox aşağıdan yuxarıdadır. Mən yəni xəttin aşağısı olan hissəni aşağıdan yuxarıya doğru qatlamalıyam. Bunu aşağıdan yuxarı doğru qatlayanda gəlir bura düşür bu formaya. Gəlir bura düşür bura. Şu. Aşağıdan yuxarıya doğru qatladıq. Bu formaya düşdü. Sonra ikinci diqqət edin. Verilən hissəni ayırdım. Ox necədir? Baxın, görürsünüz, oxun göstərdiyi istiqamətdə fiquru yenə qatlamalıyam. Bunu gəlib digər tərəf üzərinə doğru qatlasam, bu xətt gəlib elə bura düşəcək. Buradakı xəttim də gələcək, aşağını tamamlayacaq. Artı bax, buranı qatladım, bura etdi. Bura etdi. Buradakı hissə qalınıb. Aşağıdakı hissəni bir yer qatlamışdım, olsa burada etmişdi. Üçüncü xəttə ayırdım. Bu hissəni də gəlib mən qatlasam, gələcək bax, buradan tutacaq polnu. Tam bax, buranı tutacaq. Bax, buranı tutacaq formada. A-dakı formaya düşəcək. Всё. Qatlanmaları göstərdiyi istiqamətdə qatlayandan sonra doğru cavab olacaqdır A variantı. 67-ci sual keçid alırıq. Qanunyuğunun müəyyən edin və sual vəzinə uyğun olan variantı seçin. 67-də nə iş görür? İlk olaraq 1-dən 2-yə baxanda görürəm ki, birinci və sonuncu fiqurları kənara doğru çıxardır. Bax, biri də sonuncunda kənara doğru çıxartdı. 2-dən 3-ə keçəndə isə bunlara güzgü əks verir. Şaquli güzgü. Şaquli güzgü verən düşür üst-üstə. Sonra 3-dən 4-ə keçəndə baxın, bu səfər 2-ci və 4-cü fiqurları baxın, kənara doğru çıxartdı. Kənara doğru çıxartdı. 3 bucaq da gəldi bunların mövqeyinə, düzdürmü? İndi isə buna da güzgü əksi verməliyəm. Buna da güzgü əksi verəndə nə baş verəcək? Baxın, ikisi çıxdı kənara, biri içəri doğru. Güzgü əksi verəndə də doğru cavab olacaqdır burada. A variantı. Baxın, fırladım. Ox gəldi, belə deyəndə. Baxın, yaxın hissə gəlib özünü yaxında gördü. Uzaq hissə də özünü gəldi, uzaqda gördü. Şey, iki fiquru kənara doğru çıxart, güzgü əksi ver. İki fiquru kənara doğru çıxart, sonra güzgü əksi ver. Doğru cavab oldu A variantı. Və ox da belə, digərləri də belə dayanacaqdır. 68-ci sualda qanun yolu müəyyən edin və sual vəzinə uyğun olan variantı seçin. Burada söhbət ağ-qara prinsipindən gedirdi.
Diqqətlə baxsam, qara üstə gəlinsin ağ bizə burada qara verir. Ağla qara da bizə qara verir. Ağla ağ da bizə qara verir. Yəni qaldı qara ilə qaranın cəmi. Qaralar da baxın burada kəsişir bir-birindən və cavabda ağdır. Qaralar burada kəsişir bir-birindən, cavabda ağdır. Deməli, qaraların cəmi də bizə ağ verməlidir. Digərinə tətbiq edəndə görürəm ki, yəni bir dənə qaralar kəsişəndə ağ olmalıdır. Məsələn, bax, ikinci şəkildə də bunlar qaralar kəsişir ağ olub. Bu qaralar kəsişir ağ olub. Bu qaralar kəsişir ağ olub. Üçüncü şəkildə diqqət edirəm. Qaraların kəsişdiyi bir dənə mövqe aşağı mövqedir. Bir dənə bu üstə ağaracaq, doğru cavab olacaq C variantı. Getdim. Qara prinsipini tətbiq edib cavabı çıxaracaqdır. 69-cu suala gəlirəm. Cədvəllər bölməsinə bir test tapşırıqdır. Və 2 dənə cədvəl verilib. Biri toplama ilə, biri vurma ilə. Və buradan vurmaya baxsam, C-nin cavabını avtomatik olaraq çıxardırdım. C-ni C-yə vuranda 16 eləyibsə, deməli C-miz 4-dür. Gəlin toplamada verilənləri kənardan qeyd eləyək. A-nın üstünə B gəlində x plus 5 eləyir. B-nin üstünə 4 gələndə x plus 9 eləyir. A-nın üstünə 4 gələndə x plus 7 eləyir. Burada baxın, yəni ikinci ifadəyə baxsam. B plus 4 x plus 9-a bərabərsə, buradan B-miz bərabərdir x plus 5-ə. Yəni 4-ü keçirdim sağa. B bərabər oldu x plus 5-ə. Yuxarıda da B-ni yerinə x plus 5 qoysam, deməli A-mız 0-dır ki, 0 üstə gəlsin x plus 5, bizə x plus 5-i verib. A-mız da 0-dırsa, burada 0 üstə gəl 4, yəni 4 bərabər olur x üstə gəl 7-yə. Buradan x bərabər olur mənfi 3-ə. X mənfi 3-dürsə, bizdən 2 B-ni istəyir. B də bax, burada x plus 5-ə bərabərdir. Yəni mənfi 3 plus 5 eləyir 2. B-miz 2-dirsə, 2 B-miz də eləyir 4. Variantlara baxıram, görəm hansı 4 eləyir. A səhvdir. X mənfi 3 üstünə 1 gəlir, mənfi 2 eləyir. Bax, B-miz doğrudur. Çünki elə C-miz nəyə bərabərdir? 4-ə. Ona görə doğru cavab olur B variantı. 70-ci sualda. Gümrah əzgin əks mənalıdır. Naməlum əksi də aşkardır. Doğru cavab olacaqdır A variantı. 71-ci sual. Deyir ki, sırağa gün sabah olsaydı, bugün cümə olardı. Bugün hansı gündür? Bizdən soruşur. Gəlin, bax, bunu təyin edək. Baxın, günlərə aid bir test tapşırığıdır. Bir dənə diqqətlə baxsaq, cavabı çıxarda bilərdik. Deyir ki, sırağa gün sabah olsaydı, bugün cümə olardı. Bax, belə qoyum. Sən bax, tutalım, bugün hansı günü soruşur? Bax, tutalım, bugün, bax, qeyd elədim, bax, bugün. Sırağa gün nə demək? Yəni, bundan 2 gün əvvəl. Bundan 2 gün əvvəl sabah olsaydı, bugün cümə olardı. Bax, cümə deməli buraymış. Çünki sırağa gün sabah olsa, bugün cümə olardısa, nöqtələri qeyd elədim. Cümədən sonra gəlir şənbə, sonra gəlir bazar, sonra gəlir bazar ertəsi. Doğru cavab oldu C variantı. Yəni, bunu variantlarla da işləyib tapa biləriz. Həqiqətən də baxsaz, bugün bazar ertəsidir. Sırağa gün olur şənbə. Şənbə günü əgər sabah olsaydı, bugün cümə olardı. Yəni, cümə olsa biz deyərik ki, şaba şənbədə, düzdürmü? Deməli, doğru cavab C-dir. Yəni, sırağa gün olur şənbə. Şənbə sabah olsaydı, bugün də cümə olardı. Şərtini ödəyəcəkdi. Sən bitdi, getdi. 72-də. Deyir, 9 fərqli fiqurun, 9 fərqli hərfin daha doğrusu. Hərisinin çəkisi 1-dən 9-a qədər olan ədədlərdən birinə uyğundur. Tərəzi elementlərinin və askı vasitələrinin çəkisi nəzərə alınmır. Hansı çəkili hərf tərəzidə yoxdur? Gəlin ilk olaraq 1-dən 9-a kimi rəqəmləri kənardan düzəyə başlayaq tərəzini həll etməyə.
1-dən 9-a kimi rəqəmlər kənardan düzürəm. Düzdür. Aha. İndi hardan başlasaq daha məqsəd uyğun, cavaba daha tez gedər deyə baxırıq. Baxın, burada ən rahat cavaba getməyin yolu. Sən bax bilirəm ki, bu tərəzinin qolları bir-birinə bərabərdir. Yəni bunları adlandırsam x desəm, bunlar olur 2x. Burada olur 2x, bölünür x, x. 2x'lar olur 4x, 4x. Bölünür 2x, 2x, x, x. Sən 4x'lar 8x olurdu. Bölünürdü 4x, 4x, 2x, 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 2x. Yəni çəkilər baxın bildiyimiz kimi bu formada aşağıdan yuxarı doğru 2 qat artaraq gedir cəmləri. Mən ilk kömək alacağım baxın 2x olan 2 dənə tərəzinin cəmindən. Yəni bunların bir-birinə olan bərabərliyindən. Burada onsuz da c-yə baxıram ki, c bir-birinə bərabərdir. C-yi nəzərə almasam, 4 dənə a 3 dənə b-yə bərabər olur. 4a 3b-yə bərabərdirsə, bu nə deyən ehtimal? A-ya 3 desəm, B-yə 4 desəm 12 12-yə bərabər olacaq. Və yaxud da bir ehtimalda A-ya 6, B-yə 8 dediyim ehtimaldır ki, baxın siz burada diqqətlə baxanda 6-8 ehtimalını yoxlamaq istəsəz, ümumiyyətlə 6-8 ehtimalını ödəmədiyini görərsiniz. Niyə görə? Çünki məsələn deyirəm A-ya mən 6 versəm, C-ni nəzərə almıram. 4-ün cəmi 24 edir. Bu qol 24-dürsə, bu qol da 24 olmalıdır. Burada D ilə F-ə 2 dənə rəqəm versəm, cəmi heç vaxt 24 eləməz. Ona görə 6-8 ehtimal avtomatik olaraq səhvdir. Ona görə yerdə qalıb bir dənə 3-4 ehtimalı. Baxın, bu 2x-ləri da silirəm. Çünki artıq 3-4 yazandan sonra tərəzinin qollarının birini tapandan sonra rahatdan düzəcəm, gedəcək. Gəlin baxaq. A-ya verdim 3-ləri. B-yə verdim 4-ləri. Hər yerdə A yazıram 3, B yazıram 4. Avtomatik olaraq 3 ilə 4-ün cəmi olur 7. Y-miz oldu 7. 3-ü tapdım, 4-ü tapdım, 7-ni tapdım, silirəm. 7 7 olur 14. Burada oldu 14. Bölünür 7 7. Olur 28 28. Bölünür 14 14. 7 7. 56. Burada olur 56. Bölünür 28 28. 14 14. 14 14. 3 dənə A 12 eləyirsə C-yə qalır 2. Sildim 2-ni getdi. Y-miz olsa 7 idi. Sonra baxıram. C-ni tapdım. C-miz əgər 2-dirsə, D-miz 5 olmalıdır ki, cəmi 7 eləsin. D-nin 5 olduğunu buradan tapıram. D-miz 5-dirsə, F 9 olmalı ki, cəmi 14 eləsin. 9 da sildim. Yerdə qaldı 1 6 8. Baxın, bir dənə qaldı G ilə H hərfi. Bilirəm ki, cəmi 14-dür. Cəmi 14 olanda burada 6 ilə 8. Deməli, 1 6 olacaq, 1 8. Yerdə bir dənə istifadə olunmayan qalır 1. Bizdən də onu soruşur ki, hansı şəkil hərf tərəzə yoxdur? Bir tərəzə yox idi. Doğru cavab olacaqdı A variantı. Bitdi, getdi. 73. Qanunyuyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Burada baxın, fiqurların aşağısında hərflər göstərilib və hər bir hərfin gördüyü müəyyən bir funksiya var. Gəlin görək funksiya nədir? Məsələn, bax, birinci şəkildə cavabda LX qeyd olunub. Sən el araşdırsan, baxıram ki, el olan hər bir şəkildə verilmiş fiqur kvadratdır. Deməli, el kvadrat olan fiqurları nümayiş etdirir. Məsələn, ikinci şəkildə baxın. Buradakı B burada da var. Təkrar olunanlara baxıram. Fiqur romdur. Yəni, bizdə də sonda fiqur romb olduğuna görə deməli, B hərfi olacaq. B olacaq, amma el olmayacaq. Çünki el kvadratı göstərirdi. Qeyd elədim. Bir də içərinəkilərə baxsam, baxın, məsələn, x elə çarpaz x qoyur. T plus qoyur. T burada da var, yenə plus qoyur. Q içindən xətt çəkir. El isə kənarlarına xəttlər qoyur. Bizdə də fiqurun kənarına xəttlər olduğuna görə onun yenə gələcəm, R hərfini qeyd edəcəm. Cavab olacaq B, R, B variantı.
Все, bitti getdi. 74. Fiqur cədvəlinə aid test tapşırığıdır. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Burada bax diqqət eləyirəm hər bir hissəyə. Məsələn, birinci verilmiş hissələrdə, məsələn, bax qulaqlara baxsam. Burada dairə üçbucaq qeyd olunub. Aşağı hissələrə baxıram ki, düzbucaqlı var. Üçbucaq var, dairə var. Üçbucaq var, dairə var, düzbucaqlı var. Burada görürəm ki, dairə ilə üçbucaq qeyd edilibsə, düzbucaqlı çatmırdı. Qulaq düzbucaqlı olmalıdır. Buna görə qalır A ilə B. Buruna baxsam, üçbucaq, dairə, kvadrat. Dairə, kvadrat, üçbucaq. Kvadrat, dairə var, üçbucaq çatmır. Doğru cavab olacaqdır B variantı. Все. Bitti getdi. Keçək növbəti test tapşırığımıza. Verilən sözlər arasındakı məntiqi əlaqəyə əsasən analoji variantı seçin. Sözlərin ardıcığı nəzərə alınmalıdır. Baxın, burada hünər göstərirsən, qəhrəmanlıq göstərirsən, onun nəticəsində alqış alırsan. Burada da qəm, kədərdən sonra göz yaşı tökürsən. Doğru cavab olacaqdır D variantı. Yetmiş 6-cı sualımız olacaq. Şifrələr bölməsindən bağlı test tapşırığımız. 76-cı sualda deyil, qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Burada 5 dənə kod 5 dənəsinə aiddir. Məsələn, baxın. 5 dənə hissəyə 5 dənə kodlardan hərəsi bir uyğundur. İlk olaraq tapmalıyam ki, hər bir fiqurun kodu nəyə uyğundur? Yəni, hissələrin kodunu tapmalıyam. Ona uyğun 28-61-i təyin eləməliyəm. Gəlin, təyin eləməyə çalışaq. Yəni, müxtəlif mövqelərdən baxa bilərəm. Məsələn, bax, birinci üstünə baxsam, 2 dənə altıbucaqlım var. Variantlarda baxıram, görürəm ki, birinci sırada 2 dənə 3 varsa, deməli, altıbucaqlı bərabərdir 3-ə. Belə, buradan mən ulduzun da kodunu tapa bilirəm. Baxın, bu 3 olan hissələrin birinin ikincisiylə digərinin sonuncusu eynidir. O da baxın, ulduzdur. İkincisi ilə sonuncusu eynidir. Deməli, ulduz olur 9. 39, 75 olur buranın kodu. 34, 59 olur buranın kodu. Aldığınız rəqəmlərin fiqurlarından maksimum sayıda istifadə edin. Məsələn, kvadrat 4 olsa, qara kvadrata 4 yazıram. 4 ilə başlayan 46, 82 olur buranın kodu. Üçbucaq 8 də yuxarıda üçbucaq 8 qoysam, qoşa dairə 2 qoysam, 28 ilə başlayanda 28, 69 olur buranın kodu. 46, 82 yazmışam. 34, 59 yazmışam. 15, 79 da qalır bura. Hamısının kodunu təyin elədim. İndi 2, 8. Elə baxın, burada var. Dairə və üçbucaqla başlamalıyam. Elə burada cavab çıxır ki, D variantıdır. 6 da yerində plus dayanıb. 286. Sonra birin də yerində dairə dayanıb. Oldu 28, 61 D variantı. 77-ci suala baxırıq. Xəyali kəsrə bölməsinə aid test tapşırığı deyinə. Biraz çətin bir sual nümunəsi idi. Deyir ki, 4 yerə qatlanmış vərəqdə kəsiklər edilib. Fikrən vərəqi açın və uyğun olan cavab variantını müəyyən edin. Gəlin, müəyyən etməyə çalışaq. İlk olaraq, gəlin bax, bu verilmiş şəkli, məsələn, birinci sağa doğru aşıraq. Görək hansı forma düşəcək. Yəni, buna uyğun olaraq düz gəlməyən variantlarda atacam, gedəcək. Sən birinci bax, sağa doğru vərəq açsam. Və diqqətlə baxıram ki, biz demişdik ki, yaxın-yaxında, uzaq-uzaqda görməlidir. Yəni, bu fiqur, baxın, yuxarı qalxıb çökübsə, indi güzgə kimi çöküb, sonra yuxarı doğru qalxmalıdır. Təxminən bu formada. Məsələn, baxıram, A-da çöküb qalxıb, B-də çöküb qalxıb, C-də bax, bu fiqur olduğu kimi qalıb. Olmaz, atdım, getdi C-ni. D-də də bax, bu fiqur olduğu kimi qalıb. Olmaz, atdım, getdi. Y-də çöküb qalxmalıdır, sıxıntı yoxdur. Qaldım A, B, Y-nin arasında. B-ni avtomatik olaraq atmalıyım. Çünki mən bunu sonradan aşağı doğru çevirəndə B-də necə bu fiqurlar olduğu kimi qala bilər ki? Tərs çevrilməlidir axı. Tərs çevirəndə də baxıram. Bax, məsələn, bax,
Bura diqqət eləsən bu fiqura. Bir-bir baxsam cavab rahat çıxardırdım. Bu fiqur A-da olduğu kimi qalıb. Sən bunu tərs çevirsənsə başağı fırlanmalı idi. Başağı fırlananda da doğru cavab olacaqdı. Baxın, Y variantı. Çöküb qalxıb. Baxın, qalxıb çöküb. Cavab olacaqdı Y variantı. Anahtar getdi. Baxın, elə hər hansı bir əsas fərqlər o qaşlardaydı. Qaşları tək-tək gizləsəydi, doğru cavabı rahatlıqla çıxarda bilirdik. Yəni güzgə əkslərinə əsasən. 78. 78 sual maraqlı bir sual nümunəsi idi. Deyir ki, stol ətrafında dairəvi şəkildə 14 nəfər oturub. Gözümlə Word fayl açsam, rahat qeydlərimizə aparaq geniş. Deyir ki, stol ətrafında dairəvi şəkildə 14 nəfər oturub. Onlar arasında düz və yalan danışanlar var. Onların qonşuları haqqında solumda və sağımda oturan qonşularımın hər ikisi yalan danışandır dediklərini nəzərə alaraq, stol arxasına maksimum neçə yalan danışan əyləşdiyini müəyyən eləyin. Maksimum soruş. Bax, gəlin birinci dairə masa çəkək. 14 nəfər əyləşib. Gəl 14 nəfər baxın nöqtəyinə qeyd edək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 nəfər. İlk olaraq gəlin baxın, istənilən bir mövqeyə doğru deyəni yerləşdirib başlayaq ətrafını doldurun. Məsələn, bax, ən uc nöqtə qoydum doğru deyəni. Hər bir nə deyir? Deyir, onlar qonşular haqqında deyir ki, solumda və sağımda oturan qonşularımın hər ikisi yalan danışandır. Yəni, bunu doğru danışan kimi götürdümsə, deməli, bunun solunda və sağında oturanlar yalan danışanları götürdüm. İndi buradan yola çıxaraq başlayıram ətrafını düzəltməyə. Bax, keçirəm indi ikinciyə. Yalan danışana. Deyir, solumda və sağımda oturanlar hər ikisi yalan danışandır. Yalan deyir. Ondan sonra solunda oturan doğru danışandırsa, sağında oturanı doğru da götürə bilərsən, yalan da götürə bilərsən. Çünki hər ikisinə aid edir axı yalan danışmağa. Amma mən maksimum səviyyədə yalan danışan axtarıramsa, bunu yalan götürəcəm. Baxın. Şu. Keçirəm bura. Bax, diqqət edirəm indi. Bax, ətrafına baxıram. Həmçinin buradan baxıram. Yalan danışanın sağında oldu doğru danışan, doğru danışanın sağında oldu yalan danışan, yalan danışanın sağında oldu yalan danışan. Digər tərəfə diqqət edirəm. İndi bax bu mövqeyə baxıram. Desəm ki, burada da yalan danışan qoy məsələn. Desəm ki, bunun hər ikisi tərəfində yalan danışanlar var. Şu anda deyir ki, hər iki qonşum yalan danışan doğru danışmış olacaq da, ziddiyyət yaradacaq, düzdürmü? Deməli, bunun sağ tərəfində oturan mütləq doğru danışan olmalıdır. Çünki bu deyir, solumda və sağımda oturan qonşuların hər ikisi yalan danışandır. Sol yalandırsa sağ doğru olmalıdır. Bunun dediyi yalan olsun. Doğru danışanın hər iki tərəfində yalan danışan oturmalıdır. Yalan, yalan. Və yalan danışanın deyir, hər iki qonşum yalan danışır. Solumda və sağımda oturanlar. Solunda oturan doğru danışırsa, sağında oturan ilə yalan götürəcəm. Bu şərti ödəmiş olacaq. Bunun sol tərəfini yalan götürmüş olsam, bu deyir axı, solum və sağım yalan danışır. Doğru demiş olacaq, ziddiyyət yaradacaqdır. Ona görə ki, artıq mən bunu yalan götürə bilmirəm. Doğru götürürəm. Bunun ətrafı olur ikisi də yalan. Yalanın bir qonşusunu yenə yalan götürdüm. Digər qonşu doğru olmalıdır. Çünki bu deyir, hər iki qonşum yalan danışandır. Əgər yalan danışsa, deməli bir mütləq doğru danışmalı götürdüm. Doğru danışan hər iki tərəfi yalan danışandır. Yalanın bir qonşusunu yalan götürürəm, digər qonşusunu doğru götürürəm. Bu şəkildə verilən dairə məsələnin ətrafını doldururam. Maksimum neçə nəfər yalan danışdı? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni maksimum 9 nəfər yalan danışa bilər. Və bu şəkildə. İstənilən bir mövqeyə doğru danışanı qoyuram. İlk olaraq hər iki tərəfindən yalan danışanı qoydum. Sonra yalan danışanın bir tərəfinə doğru, bir tərəfinə yalan qoyuram. Doğrunun hər iki tərəfi yalan. Yalan danışanın bir tərəfi doğru, bir tərəfi yalan. Prinsipini doldururam. Cavab olur B variantı. 79. Qanuna uyğun müəyyən və sual əvəzinə uyğun olan variantı seçin. Qaraları izləsəm, 1-dən 2-yə keçəndə 1 vahid hərəkət elədi.
2-dən 3-ə keçəndə 1, 2 vahid hərəkət edir. 3-dən 4-ə keçəndə 1, 2, 3 vahid hərəkət elədi. İndi sualı keçəndə 1, 2, 3, 4 vahid hərəkət etmədi. Bax 1, 2, 3, 4 vahid hərəkət edib gəl bax burada durmalıq qara. Doğru cavab olacaqdır C variantı. Keçid alırıq növbəti 80-cı sualımıza. 80-ci suala baxırıq. 1-dən 10-a kimi rəqəmləri düzüb. Yəni bunlar artıq rəqəm yox, necə deyim? Hər hansı bir yazıdır. Yəni fərqli bir rəqəmli mənfi olmayan ədədləri göstərir. Yəni hər hansı bir ədədi göstərir. Yəni buradakı bu Rum rəqəmindən 8 rəqəm olduğu mənasına gəlmir. Hər hansı bir müxtəlif rəqəm göstərir. Deyir eyni yazıların eyni, fərqli yazıların fərqli ədədlərə uyğun olduğunu bilərək verilmiş münasibətlərə əsasən sual işarəsinin yerinə uyğun gələn variantı müəyyən eləyin. Və ilk olaraq bax bu münasibətlərdən mən buradakı yazıların hər birinin hansı rəqəmi göstərdiyini tapmalıyam. Mənfi olmayan və bir rəqəmli ədəd göstərdiyini tapmalıyam. Başlayaq. İlk olaraq bax bu 2 dənə hissədən kömək almaq istəsəm. İkinci yazı bərabərdir 4 vurulsun 10-cu yazı üstə gəlsin 9-cu yazı. Və aşağıda da baxıram ki, həmin o 9-cu yazı isə 3 vurulsun 7-ci yazı üstə gəlsin. 2 vurulsun 10-cu üstə gəlsin 1-ci yazının cəminə, daha doğrusu cəmindən böyükdür. Deməli sən burada ilk olaraq nəyə baxırsan? Bu 10-cu yazını 0 götürə bilməzsən. Çünki 0 götürsən 4 vur 0 0 eləyir. 2 9-a bərabər olmaz. Həmçinin böyük rəqəm də götürə bilməzsən. Çünki məsələn deyirəm 2 götürmək istəsən bura 8 eləyir. Ondan sonra gəlir 9, yəni maksimum 1 ola bilər ki 8 plus 1 2 9 alsın. Şurada burada 1 ola bilmir axı çünki bax bu ifadənin cəmindən böyükdürsə, bu necə 1 ola bilər ki? Heç cürə 1 ola bilmir. Ona görə sən x işarəsinə, yəni bax bu 10-cu yazıya heç vaxt 2 də verə bilmirsən. Mütləq şəkildə 1 verməlisən, başqa bir yolun yoxdur. Bunları verən biri. 1 getdi. Düşürəm aşağı. Bax 4 vur 1 4 elədi. 9-cu yazını ala biləcək maksimum qiymət 5-dir ki 4 plus 5 9 eləsin. Yəni 4 ola bilər, 3 ola bilər, amma 5-dən yuxarı qiymət ala bilməz. Çünki onda 10 aşacaq axı. Ona görə diqqətlə baxıram ki, deməli burada da mən bacara bildiyim qədər ehtimalları kiçik rəqəmlərdən götürməliyəm ki, 9-cu yazının aldığı qiymət çox böyük olmasın. Ona görə gəlirəm 3 vurulsun 7-ci hissədə burada 7-yə 0 verirəm. 2 versəm 3 vur 2 6 üstə gəlir ki 8 edir. Ondan böyük 9 var. Gör hara gedib çıxır. Ona görə bura mütləq 0 verirəm. 0 1 gedəndən sonra birinci yazıya ən kiçik qiymət 2 versəm və nə alınır? 0 üstə gəlir 2 üstə gəlir ki 4. 4-dən də böyük ən kiçik qiymətim elə 5 özüdür. Buraya da rovunu 5 alır. 4 plus 5 bu da elə 9. Və rəqəmlərə baxıram. 0 1 2 getdi. 3 qalıb. 4 qalıb. 5 getdi. 6 qalıb. 7 qalıb. 1 də 8 qalıb. Düşürəm aşağı. Burada baxıram ki 5 ilə 3-ün cəmi 8-ci yazını verməlidir bizə. 3 də müxtəlifdir. Bura baxıram ki, müxtəlif rəqəmlərə. Hansıların cəmi, yəni ikisinin cəmi digərini verə bilər. O da ödəyən versə 3 plus 4 7-dir. Çünki 3 plus 6 9 yoxdur. 3 plus 7 vəbşi 10 eləyir, olmur. Yəni bir dənə 3 plus 4 7 ehtimal var. Deməli bura oldu 7 mütləq şəkildə. 5 ilə 3-də hansı 3, hansı 4 olacaq deyə baxsam, mən 3-ə cüt rəqəm verəcəm. Niyə görə? Çünki burada 2 vurulsun 6-cı yazı üstə gəlinsin. Daha doğrusu bərabərdir. 2 vurulsun 4-cü yazı üstə gəl 3 yazıbsa, yəni sən bura tək qiymət versən, məsələn 3 vermək istəsən. 2-nə nəyə vursam cüt edir, üstünə tək gəlinə tək cavab alardım. Axı burada 2-nə nəyəsə vursam cüt eləməlidir yenə cavabda. Ona görə deməli bu mütləq 4 olmalıdır. Bura 4 verirəm, bura 3 verirəm. 3 getdi, 4 getdi. Bura 4-dürsə 6-nı verəcəm bura ki 2 vur 6 12 üstə gəl 4 eləsin 16. Yəni 2 vurulsun 8. 6 da getdi 8-ə getdi. Hamısını tamamlamış oldum. Yerinə qoysam 8-ci yazı alır 7. Üstə gəl. 3-cü yazı alır 4. Üstə gəl. 9-cu yazı alır 5. 6-cı yazı alır 8.
7-ci yazı alacaq 0 alırdı. Sıxılsın 4-cü yazı. 4-ü axtarıb tapıram. Və burada da 6-dır. Sıx 10-cu yazı. Yəni 1. Sıx 5-ci yazı. 5 burada da 3-dür. Sıx 1. 1 axtarıb tapıram 2-dir. Sıx 2. 2-ni axtarıb tapıram. 2 də burada 9-dur. Bərabər eləyəcək. 11, 16, 24 sıxılsın. 10, 13, 12, bu da 9, 21. Cavab verəcəkdi 3. Doğru cavab olacaqdı D variantı. 24 çıxı 21 bizə 3 cavabını verəcəkdi. Cavab variantlardan hansı açılı verilmiş kubun digər açılışıdır? Bizə kubun açılışını verib, başqa bir açılışını bizdən tələb edirsə, burada ilk ola bilməliyəm ki, açılmış kubdakı qarşı üzlər variantlarda da qarşı üz olaraq qalmalı. Çünki söhbət eyni bir kubdan gedir axı. Məsələn deyirəm bax, 5 nöqtənin qarşı üzü romdur. Və bu hissənin qarşı üzü, bu dairənin qarşı üzü altıbucaqlıdır. Bu xəttin də qarşı üzü setkadır. Variantda da bunlar olduğu kimi qalmalıdır. A-nı 1, 4, 1-ə gətirəndə bax 1, 3, 2 formasındadır. Aşağıdakı hissənin solu boş olduğuna görə solu doğru aşırdıram. Gəlir 1, 4, 1 formasına düşür. 5-in qarşı üzü romb olmalı. Dairə oldu, atdım getdi. Burada baxıram bax 5-in qarşı üzü romb olmalıdır. Ödəyir. Zolaqlı dairənin qarşısı 6 olmalıdır, ödəyir. Qarı hissənin qarşısı setka olmalıdır, ödəyiciyə baxıram. 5-in qarşısı dairə yox, romb olmalıdır. 5-in qarşı üzü 6 bucaqlı yox, romb olmalıdır. 5-in qarşı üzü romb ödədir. 1, 4, 1-ə gətirəndə dairəni aşırdıram. Dairənin qarşı üzü 6 hissəli fiqur düzdür. Qaranın qarşı üzü setka düzdür. Qaldım B ilə Y-nin arasında. İndi 2 dənə üz götürək, vəziyyətini yoxlayaq. Məsələn, bax, üçbucaq görürsən, bunu hara açırsam mövqeyi dəyişir. Axı, məsələn, bunu sağa açırsam, gəlib bura düşür. Bunu məsələn sola doğru açırsam, yuxarı düşür. Bir dəfə də açsam, gəlib aşağı düşür. Ona görə bunun mövqeyini izləmək daha rahatdır. Məsələn, baxıram ki, bu xətt, məsələn, altıbucağın düz yanındadır. Amma burada altıbucaqlıdan kənardadır. Bu xətt altıbucaqlıdan kənarda olduğuna görə birləşə bilməz. B-ni atıram, cavab olur Y variantı. 82-ci sual. Hissələrin birləşməsinə bağlı test tapşırığıdır. Biz bilirik ki, bu testdə ilk 2 hissədə olub, üçüncüdə olmayan xəttlər hansısa cavabdan onu götürürük. Ona görə gəlin ilk olaraq üçüncü şəkildə olan xəttləri birinci və ikinci fiqurunu tapıb silək. Məsələn, bax, bu xəttim var, ikinci fiqurda qeyd elədim. Nöqtədən sola doğru gedən xəttim burada da qeyd elədim. Nöqtədən aşağı doğru gedən xəttim burada da qeyd elədim. Sağa doğru gedən xətt buradadır. Sola doğru gedən xətt buradadır. Hamısını qeyd elədim. Yerdə qalanlar birləşib bizə cavabı verməlidir. Məsələn, bax, bu xəttim, bu xəttim, bu xəttim, bu xəttim. Bax, bu xəttlər hamısı birləşib bizə verməlidir doğru cavabı. Və bir dənə baxın, bu hissənin daxilinə gəlib bu xətt düşməlidir. Yəni, buna görə baxsaz, A-da o xətt yoxdur, C-də yoxdur, D-də yoxdur, Y-də yoxdur. Hamısı gedir, doğru cavab qalırdı. B variantı. Deyək, buradadır xətt. Bitdi, getdi. Doğru cavab oldu B variantı. 83. Qanuna uyğun müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Bütün hərflər sıfırdan və bir-birindən fərqli rəqəmlərdir. Şifrələmələrə aid test tapşırığıdır. Gəlin bunu həll etməyə çalışaq. İlk olaraq hara baxacam? Bu B olduğu kimi aşağı gəlibsə, deməli B-miz 8-dir. Sonra baxıram, L-i 7-yə vurub 8 alıbsa, biz bilirik ki, L deməli burada 4 olmalı ki, 4 vur 7, 28 eləsin. 8 yazım 2 yadda. Sonra 4 vur 4, 16, 2 də yadda 18. 8 yazım 1 yadda.
4 vur 8, 32, bir də eləsin 33. Əslində burada B-ni 8 tapdıq. 54 tapdıq. Bir dənə qaldı F. F-i də bax bu ifadəyə vuranda bax F-i vurub 7-yə P alır. F-i vurub elə almışdı. F-i B-yə vurub B almışdı. Yəni deməli burada P-miz 7-dir. L4 B8. F də 1-dir ki, 1-i vurmuşam ki, bu ifadəyi özünə almışam. F də olur 1. 8 4 1 nə cəm edir 13. Doğru cavab olur D variantı. Buradan baxın. Dediyim kimi birinci B-ni tapdıq. Oradan elə müəyyən elədik. Oradan sonra F-i müəyyən elədik, getdi. Məsələn, o biriləri tapmaq istəsəm, F1 olanda S3 olmalıdır ki, 3 vur 7 21 edəsən. 1 yazım, 2 yadda. 3 vur 4 12, 2 də yadda 14. 4 yazdım, 1 yadda. 3 vur 8 24, 1 də yadda edəcək 25. Bu şəkildə digərlərini tapmaq olar bütün hərfləri. Evet, sonumuza baxaq. 4-cü suala diqqət eləsəydik, qanuna uyğun müəyyən edin və sual vəzinə uyğun olan variantı seçin. Biz baxırıq, birinci fiqurdan ikinci fiqur necə gəlmiş ola bilərik? İlk olaraq fiquru 180 dərəcə çevirik. Məsələn, bax, oxa baxsaz, 90-da sola, 180-da gəlir yuxarıda dayanır. Məsələn, bax, bu qara. 90-da bura keçir, 180-da gəlir bura. Bu qara da 90-da bura, 180-da gəlir bura. Amma yerini dəyişəndən sonra birinci 180 dərəcə çevirəndən sonra negativ alır. Baxın, çevirəndən sonra qaraları ilə də ağ, ağları ilə də qara. Mən də bu fiquru 180 dərəcə çevirsəm, ilk olaraq gəlib üçümüzə aşağı dayanacaq, hamısına dayanıb. Aşağı dayandan sonra diqqət edirəm ki, baxın, ağlar gələcək, aşağı hissədə qara olmalıdır, bax. Elə bu A-dakı variantda kimi ad yanacaqdır. 180 dərəcə çevirəcəm üçümüzə, aşağı gəlib dayanacaq. Xətti çəkdim mərkəzdən. Sonra bax, bu hissəni ayırıram. Bura normalda ağ olur, amma negativ yerinə qaralırdı. Sonra qara hissələr də olacaqdı ağ. Ağ da olacaqdı, bax, bu ağ hissədə olacaq qara. Rəng edəcəm, gedəcək. Bunu 180 dərəcə fırlayanda gəlib tam yuxarıda dayanır. Tam ucda. 180 dərəcə çevir, sonra negativ ver, cavab olsun A variantı. Gəl indi 85-87 sayılı suallarda QIS məsələlərimizə. 85-87 sayılı sualları aşağıda verilən məlumatlara görə cavablandırın. Bizə bir dənə diaqram verilib. Və gəl sualın şərtini oxuya görə bizə nə deyir? Deyir ki, P, R, S, T və U yarışçıları şəkildəki kimi bir labirintdə olan xəzinəyə aşağıdakı qaydalara görə hərəkət edərək çatmağa çalışırlar. Kvadratlar arasında yuxarı, aşağı, sağa və sola hərəkət etmək olar. Amma diaqonal boyunca hərəkət etmək olmaz. Bunu bildik. Yuxarı, sağa, sola və aşağı hərəkət etmək olur. Yalnız ağ kvadratlar da hərəkət etmək olar. Yəni qaraların daxilına girmək olmaz. Sonra deyir ki, hər yarışçının xəzinəyə aparan hər yol üçün keçirilməli lazım olan kvadratın sayı o yolun uzunluğunu verir. Bir yarışçının ən az sayda kvadratdan keçərək xəzinəyə çatması o yarışçı üçün ən qısa yoldur. Buna bildik. Yuxarı və sağ istiqamətdə irəliləyən zaman keçirilən hər kvadrat müsbət bir xal, aşağı və sola isə mənfi bir xal qazandırır. Bir yarışçının xəzinəyə aparan hər yol üçün bu qayda uyğun olaraq yol xalı hesablanır. Hamısını bildik. Baxın, biz ancaq yuxarı, sağa, aşağı və sola hərəkət edə bilərik. Yuxarı və sağa hərəkət edəndə müsbət bir xal, aşağı və sola hərəkət edəndə isə mənfi bir xal qazanmış oluruq. Bizdən görək suallarda nə istəyir? İlk olaraq 85-ci sualda deyir ki, xəzinəyə ən qısa yoldan çata bilən yarışçı kimdir? Bax, 5 dənə yarışçımız var. Gəlin, ən qısa yollarını təyin etməyə çalışaq. Məsələn, başlayıram S-dən. Məsələn, bax, S ən qısa yolla xəzinə necə çıxar? Birinci düşürəm aşağı, 1 kvadrat keçdim. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11-ci kvadrata çatdım xəzinəyə. Keçək indi baxın, U-nun qət elədiyi yola baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. U 10 addımda çatdı xəzinəyə.
Gəlin T'yə baxaq, rəngi dəyişək. T'yə baxıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 addımla çatdıq xəzinəyə. R ilə P'yə baxaq. Məsələn, indi bax, R-ə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 addımla çatdıq xəzinəyə. Gəlin P-ni analiz edək. Görə o neçə addımla çatmış olacaq. P-yə baxıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. P isə 13 addımda xəzinəyə çatmış ola bilər. Yəni bu təyin elədiklərimiz bunların ən qısa yollardır. İndi bizə birinci sualı nə deyirdi? Gəlin ona baxaq. Xəzinəyə ən qısa yolda çata bilən yarışçı. Ən qısa yolla çata bilən yarışçı U-dur. 10 addımda xəzinəyə çatdı. Doğru cavab oldu Y variantı. 86-da isə deyir, yarışı müsbət xalla bitirən yarışçılar arasında xəzinəyə ən qısa yolla çata bilən hansıdır? Müsbət xal dediyinə görə ən qısa yol deyirsə, gəl elə ən qısa U-nu, sonra S-i, sonra L-i, sonra T-ni bu şəkildə yoxlayaq görə hansı müsbət xalla xəzinəyə çatmış olur. Sən gəl birinci U-nu izləyirəm. Aşağı və sol -1-dir. Yuxarı və sağ müsbət 1-dir. Onu bizə şərtdə deyirdi. U-ya baxıram. Sola getdi. Gəl öz rəngi ilə devam yap. Sola getdi. -1. -2, -3. Aşağı düşdü -4. Aşağı düşdü -5. Aşağı düşdü -6. Sağa getdi üstünə 1 gəldi. -5 elədi. -4. -3. -2. Deməli U xəzinəyə çatanda mənfi xal qazanmış olur. Ona görə U-nu götürə bilmərəm. Keçirəm S-ə baxıram. Aşağı düşdü -1. Sağa keçəndə üstünə 1 gəlirəm. -1 plus 1 elədi 0. 1, 2, 3. Aşağı düşəndə çıxacam. 2, 1. Sağa gedəndə üstünə gələcəm. 2, 3. Aşağı düşdüm. 2. Sağa döndüm. Təzən artdı. Deməli, C həqiqətən də müsbət xalla xəzinəyə çatdı. Ona görə də cavabımız olacaq C. Daha bir də R-i T-ni yoxlamağa nə adiyyəti var? Çünki onlar daha çox addımda çatmışdı xəzinəyə. Ona görə doğru cavab olacaq S. C variantı. 87-də isə ən qısa yolların uzunluğu bərabər olan yarışçılar kimdir? Bərabər olan bir T-dir, bir də R-dir. Hər ikisi 12-də çatmışdı. Doğru cavab olacaq R ilə T, B variantı. Birinci situasiya bu şəkildə tamamlandı. Keçək ikinci situasiyamıza baxaq. 88 və 90 sayılı suallara. 88-90 sayılı situasiya suallarına baxaq. Burada bizə 3 dənə zolaq verilib. Həmin zolaqlardakı avtomobillər qeyd olunub. Baxırıq məsələn. Birinci zolaqda 35% avtomobil var. İkinci zolaqda 40% avtomobil var. Üçüncü zolaqda isə 25% avtomobil var. Birinci zolaqda olan avtomobillərimiz avtobus, yük və minik avtomobillərdir. İkinci zolaqda yük və minik avtomobillərdir. Üçüncü zolaqda isə yük və minik avtomobillər yenə qeyd olunub. Gəl yenə Word faylımızı açaq. Başlayaq sualımızı təhlil etməyə. Bu verilənlərə əsasən gəlin sualları oxuyaq. Birinci sual. Deyir ki, birinci zolaqda hərəkət edən avtomobillərin sayı digər iki zolaqda hərəkət edən avtomobillərin sayından 18 ədəd azdırsa, bütün avtomobillərin sayını tapın. Baxın, birinci zolaqda hərəkət edən avtomobillər 35%-dir. Digər iki zolaqda avtomatik olaraq qalır 40 və 25, yəni 65%. Yəni ikinci və üçüncü zolaqda olacaq 65%. Birinci zolaqda olanlar bu iki zolaqda olanlardan 18 ədəd azdır. Yəni bunların fərqi nə qədərdir? 65%-in 35%-in fərqi 30%-dir. Deməli bu 18 dənə azdırsa 30%-imiz 18-ə bərabər olmalıdır. Yəni 30%-lik fərq 18-ə bərabərdirsə, bütün avtomobillərlə 100%-dir axı. 100%-ə bərabər olacaq x-a. Çarpaz vurub həll edəsəm 18 vur 100 bölünsün 30 eləyəcək 60. Deməli, bütün avtomobillərin sayı bərabər olacaq 60-a. Doğru cavab olacaq A variantı. Burada 89-cu sualın şərtində problem var. Suala sizin xeyrinizə hesablanacaq, ulduz gələcək.
Keçirik 90-cı suala baxıraq. Deyir müşahidə zamanı qeydə alınan yük avtomobillərinin sayı 42. Avtobusların və minik avtomobillərinin sayını göstərən ədədlərin eyni olub bir rəqəmli ədədin kvadratına bərabərdirsə, zolaqlar üzrə avtomobillərin sayını göstərən ədədlərin rəqəmlərinin cəmini tapın. Gəl bu sualı təhlil aparaq. Bu biraz vaxt alan sual olacaq. Və ilk olaraq birinci zolaqda bax bura qeyd edirəm elə. Birinci zolaqda 35% avtomobil var. İkinci zolaqda 40%. Üçüncü zolaqda 25%. Bunlar qeyd elədim. Bizə deyir ki, 42 dənə yük avtomobili var. Yük 42-dir. Avtobuslar və minik avtomobillərin sayını göstərən ədədlərin eyni olub. Avtobus və minik də eynidir. Avtobus və minik də eynidir. Yəni hər ikisini gəl götürək. Məsələn x. Eyni olub bir rəqəmli ədədin kvadratına bərabərdirsə, zolaqlar üzrə avtomobillərin sayını göstərən ədədlərin rəqəmlər cəmi tapın. Zolaqlar üzrə baxsam, birinci zolaqda 35%, ikinci zolaqda 40%, üçüncü zolaqda 25% avtomobil var idi. İndi burada biz nəyə diqqət edəcəyik? İlk olaraq bunu kəsr kimi göstərsəm, 35%, yəni %35 bizə verəcək 20-də 7-ni. %40 bizə verəcək 20-də 8-i. Hamısını eyni bir məxrəcə gətirirəm. %25 bizə verəcək 20-də 5-i. Yəni hamısının ortaq məxrəc 20-dir. Deməli burada avtomobillərin ümumi sayı, yəni bax 42 üstə gəlinsin. Bu avtobusla miniki, gəlin belə edək, bu x olsun bir rəqəmli ədəd. Biz bunu x götürməmişdik. X olsun bir rəqəmli ədəd. Yəni avtobusla miniklərin də sayı bu bir rəqəmli ədədin kvadratına bərabər. Yəni x kvadrat götürək ki, rahat həll edə bilək. Yük avtomobilin üzərinə avtobusla miniki gəlsəm, yəni x kvadratı plus x kvadrat. Elə qısa yazıram 2x kvadratını gəlsəm. Yekun nəticə 20-yə bölünən bir ədəd olmalıdır. Niyə görə? Çünki mən bunları ortaq mərc gətirəndə 20-də 7, 20-də 8, 20-də 5 oldu. Yəni ortaq mərc hamısını. Deməli bu 20-yə bölünən bir ədəd olmalıdır ki, yəni həmin ədədin 35%-i də, 40%-i də, 25%-i də bizə tam ədəd versin. Bunu əsasən təhlil aparsam, yəni biz bildiyimiz kimi 20-yə bölünən ədədləri bura yazsam, 20 ilə 40-ın özünü yazmıram, çünki elə 42 dənə yük avtomobili varsa, deməli ümumi sayı 20-40 ola bilməz. 60-dan başlayıram. 60, 80, 100, 120, 140, 160, 180. Yəni bu civarda gəlin yoxlayaq. Sonra lazım olsa gerisinə yoxlayarıq. Görə nə baş verəcək. Baxıram. Bax ilk olaraq x 42 üstə gəl 2x kvadrat bərabər 60 götürsəm. Buradan 2x kvadrat bərabərdir 18. Buradan x-imiz bərabər olur 3-ə. Birinci ehtimal budur, x 3 alınır. Bunu götürdüm. Keçək digər ehtimallara baxaq. Axırda dəyərləndirərik. Yekun nəticəni 80 götürsəm, yəni 42 üstə gəl 2x kvadrat bərabər 80 götürsəm. Burada 2x kvadratı bərabər eləyir 38-ə. X kvadrat 19 edir ki, burada x-dən tam qiymət ala bilmirəm. Deməli 80 ödəmir, 80 atdım getdi. Bunu sildim. İndi 100-ü qoyub yoxlayıram. 42 üstə gəl 2x kvadratı bərabərdir 100 götürsəm. Buradan 2x kvadratın bərabər olur 58-ə. X kvadratım eləyir 29. 29-dan kök çıxmana görə 100 ehtimalda atıram gedir. 120-ni gəl yoxlayaq. 42 üstə gəl 2x kvadratı bərabərdir 120. Buradan 2x kvadratımız bərabər olur 78-ə. X kvadrat edir 39. 39-dan kök çıxmana görə 120-ni də atıram gedir. Keçib 140-ı yoxlayanda yazıram. 42 üstə gəl 2x kvadrat bərabərdir 140-a. 2x kvadrat eləyir 98. X kvadratı 49-dursa x də bərabər olur 7-yə. Bu ehtimalını ödədik. X bərabər 7 ehtimalını götürdüm. Hər iki ehtimalını ödəyir. İndi bunları da dəyərləndirəcəm. Sonrasına baxsam, məsələn 60 ilə 140-ı götürdüm. 160-ı yoxlasam, yuxarıdan yazıram. 42 üstə gəl 2x kvadrat bərabər 160 yazsam, 2x kvadrat edir 118, x kvadrat edir 59, 59-dan kök çıxmır.
Sonra 180'i qoyub yoxlasam. Bax diqqətlə baxsan hər dəfə x kvadratı 10 vayd artaraq davam eləyir. Düzdürmü? Bax necə? Burada 2x kvadrat 18, x kvadratı 9 eləmişdi. Sonra 80'i qoyanda 19 elədi. 100'ü qoyanda 29, sonra 39, 140'da elədi 49. Məsələn, 160 elədi 59, 180'da eləcək 69, sonra 79, sonra 89. Yəni bu şəkildə gedəcək, amma x kvadratı artıq heç birinə bizə tam ədəd verməyəcək da. Ona görə bundan sonrasını yoxlamaya ehtiyac yoxdur. Şimdi bura kimi yoxlayandan sonra basılı tuturuq ki, x kvadratı hər dəfə burada 10 vayda artaraq gedir. Yəni hər 20 artıranda 10 vayda artaraq davam edir. Tam ədəddə bir 3-də verdi, bir də 7-də. Gəl 3-dən 7-ni qoyub yoxlasam. X-i yəni 3 qoysam avtobus burada 9 edir, minik burada 9 edir. Bax indi gəl bax dəyərləndirək. Qalxıram yuxarı. Bunları bir dənə silək. Birinci 9, 9, 42. Option maşın sayı olur 60, yəni avtomobil sayı. Birinci zolaqda 35%dirsə, yəni 20-də 7-dirsə, bu bizə verəcək 60-ın 20-də 7-si 21 avtomobil. İkinci zolağa gəl baxaq. 60-ın 40% eləyəcək 24. Üçüncü zolağa baxaq. 60'ın 25% bizə verəcək 15. Bunları yazdım. Bizə bunların rəqəmlər cəmindən söhbət gedir, düzdürmü? Rəqəmlər cəminə baxsam 2 üstəgəl 1 3, üstəgəl 2 5, üstəgəl 4 9, üstəgəl 1 10, üstəgəl 5 15 eləyir. Axı diqqətlə baxsaz variantlarda 15 yoxdur. Ona görə 3 ehtimalını silirəm. 7 ehtimalını yoxlayıram. X-a bu səfər 7 desəm, 7'nin kvadratı 49, 7'nin kvadratı 49. Qeyd elədim. Obş avtomobil sayı nə qədər olur? 49, 49, 98 üstəgəl 42, yəni 140 dənə avtomobil var idi. 140 ehtimal yoxlayırdım. Gəl və bura yoxlayaq. Bu səfər obş avtomobil sayı oldu 140 dənə. İlk olaraq 140'ın 35%, yəni 20'də 7-si. Eləyir 49 elə. Sonra 140'ın 20'də 8-i. Eləyir 56. Sonra 140'ın 20'də 5-i. Eləyir 35. Rəqəmlər cəmi 4 plus 9 13, 5 plus 6 11 elədi 24, üstə gəl 8 elədi 32. İkinci ehtimalda da rəqəmlər cəmi 32 elədi. Variantlara baxıram. 32A variantına var. Deməli doğru cavab olacaq A variantı. Yəni bu şəkildə ehtimalları yoxlayandan sonra 2 dənə ehtimal ödədi. 3'ü yerinə qoyanda rəqəmlər cəmi doğru variantlarda olmadığına görə 7'ni qoyub yoxladım. Doğru cavab 32 olaraq aldım. Yəni bu biraz mürəkkəb vaxtlanan suallarımızdan biri idi. Belə, situasiya məsələlərimiz də bitdi. İndi isə keçid alacaq açıq tipli test tapşırıqlarımıza. 91-ci test tapşırığımıza baxaq. Deyir, verilmiş birinci fiqurun daxilində ikinci fiqurdan neçə ədəd var? Baxın, bu fiqurun daxilinə ikinci fiqurun neçə ədədi yerləşdirə bilərik, onu düşünürük. Və yerləşdirən diqqət eləməliyəm ki, ölçüləri nəzərə almalıyam ki, bunu olduğu kimi fiqurun daxilinə yerləşdirə bilim. Çünki biz bilirik ki, hissələrin birləşməsində ölçülər nəzərə alınmalıdır. Məsələn, bunu necə yerləşdirə bilərəm? Baxın, buradan belə bir xətt çəksəm, buradan belə bir xətt çəksəm, buradan belə bir xətt çəksəm, bunu kvadrat halına gətirib yarıdan bölsəm, baxın, bu düzbucaqlı üçbucaqdan ikisini buraya yerləşdirə bilərəm. Sonra baxın, bu xətti buradan tamamlasam, birim belə, birim buradan yerləşdirə bilərəm. 3, 4 oldu. Sonra bu xətti tamamlasam 5, 6 olar. Bu xətti tamamlasam 7, 8. Bir də bu xətti tamamlasam 9, 10 dənə düzbucaqlı üçbucağı yerləşdirmiş ola bilərəm. Yəni bunun daxilinə bu fiqurdan 10 dənəsi yerləşərdi. Ölçülər nəzərə alınmaqla. Aşağıdakılardan hansılar kubun açılışı ola bilər? Biz bilirik ki, kubun açılışı mütləq 1, 4, 1 formasına gətirməliyik. Sən birinci olmaz. Çünki sən birinci 3, 3 formasındadır. İstəsən lap bu fiquru aşağı sala bilərsən. Aşağısı boşdur. Ona da 2, 4 formasına gəlir. 1, 4, 1 olmur. Atdım getdi. İkincidə yenə mənim aşağıda biləcəyim bir dənə bu fiqur var. Bunu da yuxarı qaldırsam belə. 1, 3, 2 formasına düşür. Mənə 1, 4, 1 lazımdır. Atıram gedir. Amma üçüncünü götürə bilərəm. Bax, bunun aşağısı boşdur. Aşağıya doğru 90 dərəcə endirsəm. Yəni 90 dərəcə çevirib endirsəm.
1, 4, 1 formasına gəlmiş olacaq. Dördüncüdə heç birini aşıra bilmirəm. Nə bunu bura aşıra bilərəm, nə bunu. Çünki hər hansı fiqurun üzərində demişik, aşırmaq olmaz. 1,90 dərəcə çevirməklə boşluğa yerləşdirməliyik. Ona görə 4-ə atıram gedir. 5-də yenə 4-2 formasını da aşırda bilmirəm, atdım getdi. 6-cıda isə, bax bu 2 dənə hissəni görürsünüz, ikisinin də aşağısı boşdur. 1,90 dərəcə aşırsam, gəl bu formaya düşər, bax bunun ikisini yaşırtdım. Gəldi 1, 4, 1 formasına düşdü. Deməli altına götürə bilərəm. Doğru cavab olur 3, 6. Yəni 1, 4, 1 formasına gələnlər ancaq həmin kublar ola bilər. 93-də bizə bir nümunə verib. Deyir ki, verilmiş nümunədəki qanunyuyğunluğu müəyyən edin və həmin qanunyuyğunluğun tətbiqi nəticəsində aşağıdakılardan hansıların nəticəsinin 12-yə bərabər olduğunu tapın. Gəlin görək bunlardan hansının nəticəsi 12-yə bərabər olacaq. Qanunyolu ilk olaraq müəyyənləşdirmək istəsəm, burada nə iş görür? 5 vur 2 üstəgəl 2 vur 3-dən istifadə edir, olur 16. 5 vur 2 10, 2 vur 3 6 edir 16. 7 vur 3 üstəgəl 3 vur 1. 21 üstəgəl 3 edir 24. 2 vur 5 10, 5 vur 2 10 edir 20. Burada 1 vur 4 4 üstəgəl 4 vur 6 24. Bərabərdir 9 vur 2 18, 2 vur 5 10. Yəni bir-birə bərabər oldu. Bizə deyir ki, hansı nəticəsi 12 olar? Gəl bir-bir yoxlayaq. Birincini yoxlayıram. 3 vur 2 üstəgəl 2 vur 3. 6 plus 6 12 ödədi. 2 vur 6 üstəgəl 6 vur 1. 18 edir atdım. 1 vur 4 üstəgəl 4 vur 2. 4 üstəgəl 8 12 ödədi. 1 vur 3 üstəgəl 3 vur 3. 3 plus 9 12 ödədi. 4 vur 2 üstəgəl 2 vur 1 10 edir ödəmir atdım getdi. Ödəyənlər oldu 1, 3 və 4 bitdi getdi. Keçid alırıq növbəti test tapşırığımıza. Deyir ki, 3 rəqəmli ədədin rəqəmlərinin hansı 25-ə bərabərdir? Eyni rəqəmlərin yanaşı olmadığını nəzərə alaraq bu ədədin soldan 3-cü rəqəmini müəyyən edin. Biz bilirik ki, 25-i 5 vur 5-dən ala bilərik ancaq. 3 rəqəmi dediyinə görə özümə də bir dənə 1 artırıram. 3-ün cəmi hasilə bizə 25 verir. Və bu 3 rəqəmli ədəddə deyir ki, eyni ədədlər yanaşı olmasın. Ona görə 1-i qoyuram mərkəzi edir 515. Soldan 3-cü rəqəmdə olacaq 5. Keçirik 95-ci test tapşırığımıza. Son sualımız 95-ci sualda deformasiya olmuş fiqurdan söhbət gedir. İlk şəkildəki hər biri bağlar vasitəsilə bir neçə kvadrat ilə əlaqələnən 11 kvadratdan ibarət fiqur verilmişdir. Bu fiqur deformasiyaya uğrayaraq aşağıdakı şəklə düşmüşdür. Kvadratlar bir-birinə nəzərən yerini dəyişmiş, bağlar isə qırılmamışdır. Buna əsasən bizdən x və y yazılmış kvadrata düşən hərfləri müəyyən etməyimiz tələb edir. İlk olaraq biz burada nə edirik? Hər bir hərfdən çıxan xəttlərin sayını qeyd edirəm. Məsələn, K hərfinə baxıram, 4 xətt çıxır. H hərfindən 4. O hərfindən 4. F-dən 4. I-dən 5. R-dən 4. V-dən 2. Ü-dən 2. S-dən 4. A-dan 3. L-dən 2. Bunlar içində fərqlənənlər, baxın, 3 ilə 5-dir ki, onlardan təkdir. Buradan məsələn, avtomatik olaraq tapıram ki, bu xanam olacaq A. Çünki 3-dən xətt çıxır axı. Bir də 5 xətt çıxan xanaya da avtomatik olaraq i-ni qeyd edə bilərəm. Baxıram, o da baxın, ən mərkəzdə buradır ki, 5 dənə xətt çıxır, i-ni qeyd elədim, getdim. Bundan sonra gəlin təhlil aparmağa başlayaq. I-nin qollarına baxaq. I-nin qolları hara gedir? 4-ə, 2-yə, 2-yə, 4-ə, 4-ə. 3 dənə 2 var, V, Ü, L. I onlardan V ilə L-ə gedir, Ü-yə getmir. Deməli, getdiyi qollardan biri V-dir, biri L-dir. Amma i-nin getmədiyi 2 qollu olacaq avtomatik olaraq Ü hərfi. Ü-nü yazıram, bura getdi. Sonra baxıram ki, Y hardadır? Ü ilə i-nin kəsişməsində. Ü ilə i-nin kəsişməsində də baxıram ki, Ü ilə i-nin kəsişməsində var R hərfi.
Buraya yazdım R. Bu getdi. Yəni Y kodunu avtomatik olaraq tapdıq. Y olacaq R, yəni 2 olacaq B. Gəlin X-i müəyyənləşdirək. Təyin eləməyə çalışaq. Ü-nün getdiyi qollar biri R-ə gedir, o biri isə gedir K-ya. Deməli burada olacaq Ü-nün getdiyi digər qol K. K-nı da yazım bura getdi. İndi iki qollara baxın. I ilə və R ilə kəsişən hansıdır? İki qollardan I ilə və R ilə kəsişən V-dir. Bura olacaq V. V-ni də tapdım. Digər iki qollumuz da bax. V-ni tapdım, Ü-nü tapdım, digərinə qalır L. L-in bir qolu gedir I-yə. Digər qolu da gedir F-ə. F-in də yerini bu şəkildə buradan təyin elədim. F-in qolları getdi. L-ə, I-yə, A-ya. Bir dənə qolu qaldı, bax. L-ə getdi, A-ya getdi, I-yə getdi, digər qol da gedir O-ya. Burada oldu O. Onu da təyin elədik. Bax, 2 dənə kvadrat qaldı cəmi. Bunlardan biri H-dır, biri də ki S-dir. Baxıram ki, burada I ilə kəsişən və I-nin qolları F, L, V, R, bir dənə qalıb S. Deməli S bura düşəcək. Avtomatik olaraq H-da qalacaq bura. Çünki H-la I-nin birbaşa yolu yoxdur. X-imiz də olacaq H. 1 olacaq Y, 2 də olacaq B. Bitdi, getdi. Belə tələbələr, ümumi sınaq imtahanı 5-in izahı bu qədər. Ümid edirəm hər biriniz üçün faydalı olar. Hər birinizə imtahanımız artıq az qalıb. Bir aydan qısa bir müddət qalıb. Hər birinizə bol-bol uğurlar arzulayıram. Növbəti sahədə görüşərik.